Tatami, kimono və qələbə ruhu. 65 yaşlı cüdoçu Fərhad Rəcəbli qazandığı nailiyyətlərlə cüdo tarixində özünəməxsus dəsti xətti ilə tanınır. Qızıl medal qazanmaq, bayraq dalğalandırmaq və himn səsləndirmək artıq onun üçün bir vərdişə çevrilib. Klassik fəndləri ilə rəqibinin kürəyini tatamiyə vuran cüdoçu uşaqlıq və yeniyetməlik dövründən bu günə qədər bir çox yarışlarda ölkəmizi təmsil edib. Sovet dövründə keçirilən yarışlarda Azərbaycanlı cüdoçular ümumilikdə 4 medal qazanıblar ki, ondan ikisi Rəcəblinin hesabındadır. Mənim üçün indi məşq eləmək, indi nailiyyət qazanmaq daha da xoşdur. Çətindir əlbəttə ki, çünki yaş əlbəttə ki, öz sözündə 65 yaşdır. Amma yenə də məsəl üçün bu yarışda da, sonuncu yarışda da məsəl üçün 3 görüşüm oldu. Üçündə də ippon fəndlərindən qalib gəldim. Veteranlar arasında 12 dəfə dünya çempionu olmuşum, 11 dəfə də Avropa çempionu. Arada ikinci, üçüncü yerlər də var. Ümumiyyətlə götürəndə bir 35'e yaxın medalım var veteranlar arasında. Veteran cüdoçu deyir ki, mənim üçün rəqibin kim olması önəmli deyil. Mən tatamiyə təmiz qələbə naminə çıxıram. Bildiyi fəndləri yeniyetmə və gənc cüdoçulara da öyrədən Fərhad Rəcəbli bu idman növündə idmançılarımızın ölkəyə daha çox medal gətirməsini istəyir. Mən çalışıram ki, həmişə yaxşı fəndlər olsun, gözəl fəndlər olsun. Bu həmişə mən uşaqlıqdan buna çalışmışam. Yəni qələbə qazanmaq yolları çoxdur da. Amma gözəl fəndlə qələbə qazanmaq daha da gözəl olur. Cüdonun marağı ondadır ki, burada bu kimono, məsəl üçün, o biri güləş növlərindən fərqli olaraq kimono çox imkanlar yaradır ki, yaxşı, cürəbəcə, maraqlı fəndlər atasın. Veteran cüdoçu formada qalmağın sirrini daim məşq etməkdə görür. Qazandığı hər medal onu daha da motivasiya edir. Əsl cüdonun necə olduğunu nümayiş etdirmək və maraqlı fəndlərdən istifadə müsahibim üçün qələbə qazanmaq qədər önəmlidir. Bizim dünya çempionatımız var noyabr ayında. Fransada, Parijdə keçiriləcək. Ayın 3-7 noyabr. Orada hazırlığı artıq başlamışıq. Yəni ki, dayanmaq olmur. Bu idman elə bir şeydir ki, dayandın, reysdən düşürsən də, çıxırsan. Ona görə dayanmadan elə Azərbaycana gəldi, sabahsı güncə məşqdə idi biz. Fərhad Rəcəblinin uğurları sadəcə medallar deyil. Bu bir xalqın fəxri, bir gənc nəslin motivasiyasıdır. O gənclərə göstərir ki, qələbə qazanmaq və qalib adı almaq üçün təkcə güc deyil, iradə, zəhmət və inam da lazımdır. Qasım Xuluflu, Sərxan Daşdəmirov, İTV Xəbər.